göstərdim xalqımıza, millətimizə. Bu işin görünən tərəfidir. Əslində işin görünməyən tərəflərini biz bilmirik. Və buradan, bu videodan Aksaray rayon İcra Hakimiyyəti Seymur Orucov cənablarına təşəkkürümü bildirirəm. Biz qazilərin sözünü yerə salmadı. Yəni ki, orada o köhnə palatka qurulmuşdu, bərbad vəziyyətdə idi. Biz qazilər müraciət eləyərək orada yeni palatka quruldu və yenisi ilə əvəz olundu. Bu işin görünən tərəfidir. Əslində orada görünməyən tərəfləri nə siz xalq olaraq bilmirsiniz, nə də hələ ki biz bilmirik. Yəqin ki, yaxın zamanlarda bilərik, təfərrüatlar üzə çıxar. Niyə Kənan özünə qəsd eləyib və yaxud da Kənan heç özünə qəsd eləməyib? Nələr var, nələr yox, onları nə biz bilirik, nə də siz bilirsiniz. Burada durub icra başçısını tənqid eləmək, təhqir eləmək düzgün hal deyil. Ona görə ki, həqiqətən işin görünən tərəflərin, görünməyən tərəflərini üzr istəyirəm. Nə siz bilirsiniz, nə də biz. Bu icra başçısı, Aksaray rayon icra başçısı Seymur Orucov biz qazilərin sözünü yerə salmadı. Aşırov Kənan qazi qardaşımızın dəfn mərasimi, bütün hüzürün həm maddi, həm mənəvi, həm necə deyim, bir çox şeyləri öz üzərinə götürdü. Təşəkkürümüzü bildiririk. Şəxsən mən özüm bir qazi olaraq təşəkkürümü bildirirəm.